İngilis dilində vaxtın deyilməsi time test, vaxtın deyilməsi, saatın deyilməsi haqqında olan test. Burada biz 5 suala baxacağıq və onların doğru cavablarını tapmağa çalışacağıq. 20 past 2. Birinci sual 20 past 2. 2-dən 20 dəqiqə keçmiş. Yəni 3-ə eşləyib 20 dəqiqə. 2, 20 və yaxud biz deyə bilərik ki, to 20. Quota to 8. İkinci sual. Quota to 8. 8-ə qalır 15 dəqiqə. Və yaxud deyə bilərik ki, quota burada 15 dəqiqə deməkdir. Biz deyirik ki, 15 minutes to 8 və yaxud deyirik ki, 7:45. Və C bəndi burada doğru cavabdır. 5 to 2. 2-yə qalır neçə dəqiqə? 5 dəqiqə. 2-yə qalır 5 dəqiqə. 1:55. Dördüncü sual. Half past 6. 6-dan yarım saat keçib. Half past burada yarım saat deməkdir. Half past 6 doğru cavab saat 6:30'dur. Və yaxud biz deyirik ki 6:30 deyə bilərik. Beşinci sual. 2:35. 2:35. 2:35 burada A bəndi doğru cavabdır.